münasibətlərdə normallaşdırılan, amma əslində normal olmayan davranışlardan danışırıq. Part 1. Qısqanclıq. Yəni, qarşı tərəfin bizi həddindən çox qısqanması, qadağalar qoymağa başlaması, hansı ki bizim şəxsi həyatımıza, şəxsi alanımıza həddindən çox müdaxilə etməyə çalışması. Bu, Azərbaycan cəmiyyətində çox belə romantikləşdirilən, çox belə bəhbəhlə danışılan məsələlərdən biridir ki, bəzi insanlar elə zənn edirlər ki, qarşı tərəf bizi qısqanırsa, bizə bu qədər qadağalar qoyursa, bu sevmək, yəni romantik bir əlamətdir. O bizi qorumağa çalışır. Amma əslində gəlib baxaq görək belədirmi, yoxsa yox. Qısqanclıq həddindən çox kontrola gətirir və əgər biz həddindən çox kontrol olunuruqsa, bu uzun müddətli bir şəkildə davam edirsə, bu bizim şəxsi həyatımıza, həyat keyfiyyətimizə, mental durumumuza birbaşa təsir edə bilir. Hansı ki, bu bizim özgüvənimizə, özümüzə olan inama, özümüzə olan dəyərə, yəni buna çox ciddi şəkildə təsir göstərə bilir və hətta özümüzə inamımız zədələnə bilir. Və bir çox hallarda bu hərəkətlər, davranışlar çox romantikləşdirilir, amma əslində isə həqiqətdə iki yetkin arasında olan münasibət heç bir halda qadağalar və ya da ki, belə deyək də, həddindən çox qısqanclıq krizləri şəklində olmamalıdır. Yəni, hər iki insan bir münasibətə girdikdə, onlar onsuz öz bir növ şəxsi alanları ilə, şəxsi, yəni fərdilik özəlliklərini daşıyırlar bu münasibətə və məsələ də orasındadır ki, bu özəlliklər və bu dəyərlər qoruna bilirmi və nə qədər dəstəklənir ki, sağlam münasibətdə bu şəkildə olmalıdır. Yəni, dəstəklənmiş və bir-birinə hörmət çərçivəsində. Əgər bunlar yoxdursa və həmin bu bir növ belə deyək də, çox da romantikləşdirdiyimiz qısqanclıq şəklində olursa, bu təbii ki, bizi və eləcə də münasibəti zədələyə bilir və bu da normal olaraq münasibətin yəni bir yerə getməməsinə səbəb olur. Belə.